Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Belə ki, Azərbaycanın həmsərhədi bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşıma prosesləri, infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Dünyanın bir sıra ölkələrində, o cümlədən də regionumuzda xüsusi təhlükəli heyvan xəstəliklərinin mövcudluğu barədə məlumat verir. Bununla əlaqədar olaraq qərar qəbul olunub ki, bazarların fəaliyyəti müəyyən müddət məhdudlaşdırılsın. Bu məhdudlaşdırma ondan əlaqədardır ki, bir daha deyim, hər hansı xəstəlik yayılan, əgər mövcuddursa yayılması baş verməsin. Eyni zamanda bazarlarda xüsusi infrastruktur yaradılması istiqamətində işlər getsin. Bazarlarda təmizlik, dezinfeksiya, tullantıların atılması, iş rejiminin yaradılması, heyvanların ayrı-ayrı qruplarda saxlanması üçün şəraitlər yaransın və təbii ki, bu hazırlıq işləri başa çatandan sonra bu məsələlərə yenidən baxılacaqdır. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə aktda bir sıra zəruri tədbirlər görür. Baş Dövlət Baytarlıq Müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri, yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə tədbirin icrasını təmin edəcəklər. Tövsiyemiz ondan ibarətdir ki, heyvanların kəsimi ancaq ixtisaslaşdırılmış kəsim müəssisələrində aparılsın. Çünki kəsim müəssisələrində heyvanlar baytar mütəxəssisləri nəzarətindən keçirilir. Heyvanda subklinik formada xəstəlik olsa da, o xəstəliyin ilkin əlaməti heç nə olmasa da bədən temperaturunun dəyişməsidir ki, bizim müfəttişlərimiz onu təyin edirlər. Hər hansı simptomlar yaranır və bu əlamətlər şübhə yarandıqda istər-istəməz bu heyvan kəsimindən kənarlaşdırılır. Qeyd edək ki, ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər. Qərara əsasən kəsim məqsədi ilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir. Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam etdiriləcək. Mirçin Qızağev, Real.